Salam əziz izləyicilər, necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız inşallah. Bu da mamamın qurutduğu meyvə qurusudur. Karalyokun belə diri formada qurudulmuşudur. Keçən dəfə qıçalanmış karalyokun qurusunu hazırlamışdı. Bu dəfə də diri elədi belə. Çox gözəl bal kimi bir meyvə qurusudur. Keçdim xanımlar nardaçanı eləməyə, narı təmizləyəndə, dənələyəndə ən gözəl nar qarşıma çıxanda bal kimi şipşirin baxıram ki, qıpqırmızıdır. Onu boşqaba ayrıca dənələdim ki, uşaqlar üçün, uşaqlar yesinlər, qan artırır, yəni nar xeyirli bir şeydir. Ona görə onlar üçün də xüsusi dənələyirdim qarşıma yaxşı nar çıxdıqca ki, uşaqlar yesin. Sonra narı yaxşı dənələyəndən sonra çəkdim. 4 kilo yarım nar oldu. Çəkəndən sonra da onu yudum yaxşıca təmiz. 2 dəfədən yudum. Yuyandan sonra da onu belə mürəbbələyəninə tökdüm. Yəni yeri nə dar olmalı deyil, nə çox geniş olmalı deyil. Mürəbbə kimi mürəbbələyəninə tökdüm. Mürəbbələyəninə tökdükdən sonra da üstünə şəkər töküb az miqdarda, yəni hardasa 4 kilo yarım nara, 3 kilo şəkər, yarım stəkanda su töküb qoydum. Çox az su tökülməlidir ki, yəni özü də su buraxır xanımlar. Mən də yarım stəkan tökdüm ki, dibi çalmasın. Ancaq su artdı, nə qədər oldu, su buraxan bir meyvədir, nar belə deyim. Mürəbbə kimi üzünə kəf çıxır, kəfini də götürürəm. Kəfi də yığılır. Sonra xanımlar sizə dəqiqliyi ilə deyirəm ki, hazırlayan adamlar, yəni ilk dəfə hazırlayanlar üçün bilsinlər, qaşıq vasitəsindən ləyənin kənarlarından ortasına gətiririk narları ki, yəni hər tərəfi bişsin, hər biri bişsin narlar. Bir hissəsi pişib, bir hissəsi qalmasın. Ləyəni sonra fırlayıram ki, hər tərəfi bişsin. Narında su qaynayıb azalmalıdır. Su qaynayıb azalandan sonra, bax görürsünüz, burada da aydın çəkirəm. Görün nə gözəl olur, rəngi də qıpqırmızı, bal kimi. Suya ancaq çəkilməlidir bunun. Bax burada gördünüz, suyu çəkilibdir artıq. Bunu tökdüm başqa bir şirəli ləyənə, çünki alüminiumda qalmalı deyil. Nar da turş alüminiumla reaksiyaya girər. Ona görə ayrıca bir şirəli ləyənə töküb qoydum gecədən səhərə kimi. Səhər də bir 10-15 dəqiqə qaynadıb götürdüm. 2 dəfə hazırladım xanımlar. Suyu nə çox az olmalı deyil, nə çox olmalı deyil. Jele kimi olmalıdır. Ondan sonra da qoydum, biraz soyudu. Soyundan sonra bankelərə yığdım. Banke də quru olmalıdır, qupquru. Görürsünüz xanımlar, burada evdə çəkmişəm deyənə qaranlıq düşüb. Yəni ancaq burada çöldə çəkdim, bayırda. Çox rəngi qıpqırmızı, çox gözəl. 4 ədəd 800 qramlıq banka ilə bir oldu. Bu da kompotlarım. Az miqdarda biraz heyva var idi evdə, biraz nar var idi. 2 dənə 3 kiloluq banka, bir heyva, bir nar kompot elədim. 2 dənə heyva, 1 litrlik, 2 dənə də nar elədim, belə kompot. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm. Videom sona çatır.